Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Mən Samir Bəşirli və siz Tarix Hasan İzadda kanalındasınız. Bilirsiniz ki, 2 aydan sonra Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti blok imtahanları təşkil olunacaq və imtahana bu sayılı günlər qaldığı vaxtda biz istəyirik ki, abituriyentlərə dəstək olaq. Tarix Hasan İzadda layihəsi olaraq qərarı almışıq ki, bundan sonra kanalımızda daha çox imtahan tipli testlər paylaşaq və belə testlərlə daha çox məşğul olmaq istəyirsinizsə kanala abunə olun, like düyməsini sıxın və beləcə YouTube onu daha çox abituriyentə göstərər, daha çox ehtiyacı olan abituriyent bizim videolarımızdan xəbər tutmuş olar. Bu testləri işləmək üçün isə açıqlama hissəsində yerləşdirdiyim linkə daxil olun və orada əvvəlcə testi yükləyib testləri işləyin, daha sonra isə izahları ilə tanış ola bilərsiniz. Onu da qeyd edeyim ki, aprelin 14-dən başlayaraq biz sınaq qruplarını başladırıq və o sınaq qruplarında hər gün imtahana qədər 100 həm mövzu sınağı, həm də ümumi sınaqlar işlənəcək və beləcə siz imtahana tam hazır formada qatıla bilərsiniz. Həmin o WhatsApp qrupu barəsində də açıqlama hissəsində tanış ola bilərsiniz. Belə ilə başlayaq. Birinci sualımız nədir? Birinci sualımız uyğunluq testidir. Deməli, Azərbaycan ərəb əsarəti altında. Biraz yaxınlaşdırım. Aha, Azərbaycan ərəb əsarəti altında. Baxaq, nə deyir burada? Əməvilər dövrü, Abbasilər dövrü. Bu cür testləri biz çıxtaş üsulu ilə daha rahat tapa bilərik. Amma çıxtaş üsulu düzdür, yaxşıdır, lakin diqqətli olmaq lazımdır. Ola bilər səhv də çıxtaş edə bilərsiniz. Ona görə mütləq 3 qızıl qaydaya həmişə əməl eləmək lazımdır. Bir daha yada salıram, bizim kanalın sadiq abunəçiləri bilirlər 3 qızıl qayda nədir? Yəni şərti diqqətlə oxumaq, variantların hamısına baxmaq və çıxtaş eləmək, hamısına baxıb sonra çıxtaş eləmək və sonra aldığımız cavabı mütləq şərtlə yoxlamaq. Aha, Əməvilər dövrü. Baxırıq, Beyləqanda müsafirin başçılığı altında üsyan. Biz bu cür testləri elə bir xananı çıxtaş eləməklə asanlıqla tapa və vaxta qənaət edə bilərik. Müsafirin başçılığı altında üsyan baş verməsi bu, bəli, Əməvilər dövründədir və onda mən bir A-ları seçirəm, A olmayanları neynirəm? Çıxıram. Aha, indi B-yə baxıram. Əgər B düz olsa, onda cavabım D-dir. Yox, B səhv olsa, onda B və Y variantları arasında qalmış olacaq. Xəzər xaqanlığı ilə ilk toqquşmaların baş verməsi Əməvi dövründə idimi? Xeyr, Əməvi dövründə deyildi. İlk xəlifələr dövründə idi. Ona görə B-ni mən buradan çıxdım, yəni D variantı getdi. Qaldı C, C-yə heç baxmağa ehtiyac yoxdur, çünki hər ikisində var. Doğrudan da əhalinin siyahıya alınması, vergilərin artırılması 725-ci ildə Əməvi dövrünə düşür. İndi bu bir varianta baxıram. Burada da A'ya baxacağam. Əgər A düz olarsa cavabım Y-dir, səhv olarsa cavabım B-dir. A-da nə deyir? Dəbilin Ərəb Əmirliyinin mərkəzinə çevrilməsi. Bu 8-ci əsrin daha doğrusu 7-ci əsrdə, yəni 7-ci əsrin ikinci yarısında olub. Aydındır. Abbasilər dövründə isə artıq Bərdə idi. Yəni Əməvilər dövründən başlayaraq Bərdə Ərəb Əmirliyinin mərkəzi idi. Ona görə də cavab burada A səhv olduğuna görə bunu da buradan çıxdaş eləyirəm və cavabım qalır B bəndi. Deməli, birdə cavab B-dir, amma yenə də yoxlayaq. Üçüncü qızıl qaydamız yoxlamaqdır. Çıxdaş elədik, yoxlayırıq. Deməli, bir A, C düzdür. Burada nə deyir? 2-də B olmalıdır. Hərbi qənimətə görə xüms vergisinin ödənilməsi. Bəli, bu bütün dövrlərdə xüms vergisi ödənib. Yəni Ərəb xilafətinin mövcud olduğu bütün dövrlərdə. Aydındır? C niyə səhvdir? Çünki 80 döyüşlərində Xürrəmlər məğlub olmayıblar. Hər ikisində qalib gəliblər. Aydındır? Cavab deməli 1-də oldu B. 2-də bir dəqiqə burada 2. 2-də nə deyir? Göstərilənlərin aid olduğu şəhəri müəyyənləşdirin. Deməli burada şəhərlər. Yenə də bizim kanalımızda xəritə sualları, xəritə izahları çoxdur. Mən deyərdim ki, elə kanallar içərisində ən çox xəritəyə yer verən bizim kanaldır. Və burada bizim kanalın izləyiciləri bilirlər açar sözlərlə xəritələrin tapılması qaydası. Deməli, bu Urmiya gölüdür. Urmiya gölündən sağ aşağıda burada, bu bir olan ərazidə yerləşir. Əgər biz qədim dövrdən danışırıqsa, bax bu ərazi, təxminən buralarda da demirəm, məhz bu burada. Bu ərazilərdə əgər Manna dövrünə aid sual düşürsə, bu İzirtu şəhəridir. Əgər Atropatena dövrünə aid sual düşürsə, bu Qazaka şəhəridir. Əgər Ərəb xilafəti və sonrakı dövrlərə aid sual düşürsə, bu Marağa şəhəridir. Deməli, 1 Marağa. 2 haradır? 2 Təbrizdir. 2 Təbrizdir.
3. 3 deməli, baxın, Xəzərə yaxın Araz çayı tərəfdə. Bu Ərdəbildir. Araz çayına yaxında, yəni Araz çayı. Bir var aşağı, biri var yuxarı. Yəni Xəzər istiqamətində. Burada Ərdəbildir. Ərdəbil. Sonra 4. Baxın, deməli, bu Bərdədir. Fikir verin, deməli Gəncə ilə Bərdəni çox vaxt qarışdırırlar. Əgər bax bu ortadan çıxan bu Tərtər çayıdır. Tərtər çayına yaxın yerləşibsə bu Bərdədir. Yox, bu istiqamətdə bu Kür çayının bu əyri hissəsinə yaxın yerləşirsə bu Gəncə olur. Deməli 4 haradır? 4 Bərdədir. Bərdə şəhəri, düzdür? Bərdə. 5 də Şamaxı şəhəridir. Şamaxı. Aha, indi burada deyir Albaniya dövlətinin paytaxtlarından biri idi, Ərəb Əmirliyinin canişinlik mərkəzi olub. Yəni bunu dərhal biz bilməliyik ki, bu Bərdə şəhəridir. Cavab burada deməli hansı olacaq? D variantı olacaq. D. Keçdik növbəti suala. Növbəti sual nə deyir növbəti sualda? Eradan əvvəl 1-ci əsrin 60-cı illərində Roma qoşunlarının Azərbaycana yürüşlərinə aiddir. Eradan əvvəl 1-ci əsrin 60-cı illərində Roma qoşunlarının Azərbaycana yürüşlərinə aiddir. Nə aiddir? Deməli, Fraspa döyüşü ola bilməz. Çünki bu Fraspa döyüşü eradan əvvəl 36-da olub. Albaniya və Roma hərbi qüvvələri arasında döyüşlər, bəli, bax cavab budur. Çünki Kür döyüşü və Qanıq döyüşü olub. Aydındır, cavab elə B-dir burada. Sonra baxıram 4-ə, daha sonra baş vermişdir. Kutilərin Akkad dövlətinin varlığına son qoyması. Kutilər Akkad dövlətinə nə vaxt varlığına son qoyublar? Deməli, 3-cü minliyin ikinci yarısında, təxminən 2175-ci ildə. Sonra İskit Sak tayfalarının Azərbaycana axınının başlanması. Bu eradan əvvəl 7-ci əsr. Gəlin elə yazaq. Eradan əvvəl 2175 budur. Bu da təxminən 670-ci illər götürək. 678 deyək, 675 deyək belə. Azərbaycanın cənubunda dövlət qurumlarının meydana gəlməsi. Dövlət qurumları deyirsə bu Arat, Daman, Kutil, Lubi, bunlar deyir. Yəni bu da təxminən götürək bunu 2000 necə deyirlər, birinci yarısından götürək də 2600-cü il məsələn Aradda. Əslində isə Aradda dövlətin Azərbaycana aidiyyatı yoxdur. Amma bizim baş bilənlər bunu salıblar, çox böyük səhv ediblər. Amma indi məcburuq onu götürək. Araddadan götürəcək. Həmişə sizdə bax variantlarda bu cür bax bu cür variantla qarşılaşsaz, dövlət qurumlarının meydana gəlməsi, xronoloji ardıcıllıq testlərində, daha sonra, daha əvvəl baş vermişdir. Siz ilk gələni həmişə ilini götürün. İlk gələn hansıdır? Araddadır. O da təxminən indi birinci yarısına düşür. 2600 götürək, birinci yarısı. Sonra Manna adının ilk dəfə qaynaqlarda çəkilməsi. Eradan əvvəl 843, Salman Asarın. Paytaxt İzirtunun Assuriya hökmdarı Aşurbanipal tərəfindən dağıdılması eradan əvvəl 650. Və eradan əvvəl olduğuna görə hamısı ən kiçik rəqəm daha sonra baş verir. Ən kiçik rəqəm burada hansıdır? 650-dir. Deməli cavabım burada Y variantıdır. Daha sonra baş vermişdir deyirsə, həmişə ən axırda olanı götürürük. Yeri gəlmişə kanalda bununla da bağlı videolar var. Xronoloji ardıcıllıq testlərinin necə həll olunması, il hesabı və onu da izləyə bilərsiniz. 5. Ərəb xilafətində hakimiyyətə gələn Əməvilər sülaləsi vergi siyasətini getdikcə sərtləşdirirdi. Yerli əhali ilə ərəblər arasında fərqlərin qoyulması əsarət altında olan xalqların xilafətə qarşı etiraz çıxışlarının baş verməsinə səbəb olurdu. Belə çıxışların birinə də Azərbaycanda müsafir başçılıq edirdi. Mətndə bəhs edilən hərəkat başçısı ilə Babək Xürrəmi arasında olan ümumi cəhəti müəyyən edin. Yəni müsafirlə Babək arasında. Yəni sualı dolaşdırır, sizi dolaşdırmaq istəyir, lakin siz mətni diqqətlə oxuyun həmişə. Burada müsafirdən danışırsa, deməli müsafirlə Babək arasındakı ümumi cəhəti soruşur. Nə ola bilər? Deməli, Əməvilər sülaləsinin yeritdiyi ayrı-seçkilik Babəkdə Əməvilər deyildi. Ona görə A səhvdir. Sonra üsyana 8-ci əsrin ikinci yarısında başçılıq etmələri. Birincisi müsafir birinci yarısında başçılıq edib, Babək isə 9-cu əsrdə yaşayıb. Yəni bu da səhvdir. Mübarizəyə Araz çayından cənubdakı ərazilərdə, müsafir şimalda idi. Bu da səhvdir. Ərəb əsarətindən azad olmağa çalışmaları. Cavab budur. Yəni ərəb əsarətindən azad olmağa çalışıblar. Cavab nədir? Budur. D bəndidir. Sonra getdik 6. Erkən Tunc dövründə Azərbaycanda kollektiv dəfn etmə adəti meydana gəlmişdi. Kollektiv dəfn etmə adəti. Bu Erkən Tunca aiddir, bəli. Erkən Tuncda kollektiv dəfn etmə adəti meydana gəlib.
Aydındır. O birlərsə heç biri düzgün deyil. Çünki birinci ictimai əmək bölgüsü olub, sənətkarlıq müstəqil sahəyə Orta Tuncda, erkən şəhər mərkəzləri Orta Tunc, ayaqla hərəkətə gətirilən duluz çarxından istifadə isə Son Tuncdur. Sonra getdik 7-ci Manna dövlətinin tarixində eradan əvvəl 7-ci əsrin 70-50-ci illərində baş vermiş hadisələri müəyyən edin. Manna dövlətinin tarixində. Aha. Ahşerinin Assuriya torpaqlarına hücumlar etməsi. Ahşerin Assuriya torpaqlarına hücumlar etməsi, bəli. Ha, bu ola bilər. Çünki İskitlərlə ittifaqa girir. 70-50-ci illərində Assuriyaya hücumlar edir. Deməli, cavab burada 1. 1 olmayanları çıxıram. 1 olmayanları çıxdım. Düzdürmü? İndi 2-yə baxacağım. 2 düz olsa B-dir, səhv olsa A-dır. Xalq üsyanı nəticəsində hökmdarın öldürülməsi. Bəli. Ahşer ilə xalq üsyanı nəticəsində öldürülüb. Aydındır. Burada bizdən 70-50-ci illəri soruşmur. Yəni bu o deməkdir ki, məsələn 679-dan eradan əvvəldir də indi. Bir dəqiqə. 679-dan 650-ci ilə qədər. 650-də Ahşeri öldürülüb. Deməli bu düzdür. Aydındır. Deməli cavabımız nədir? B-dir. 5-ə elə belə baxaq. Urartu sözü 7-ci əsrə aid düz deyil, var Urartu süquta uğramayıb, amma Urartu ilə Mannanın mübarizəsi artıq yoxdur. Biz bilirik ki, 714-cü ildən sonra 2-ci Sargon Urartunu məğlub edəndən sonra Urartu bir daha özünə gələ bilmir və Mannanın da işlərinə qarışa bilmir. Cavab burada B oldu 7-də. 8. Hadisə və nəticə əlaqəsinin doğru verildiyi cavab. Doğru. Nə olacaq burada? Cavanşirin öldürülməsi Mehranilər sülaləsinin hakimiyyətinin sona çatması. Bu səhvdir. Bu səhvdir konkret. Getdi. Birinci Həmədan döyüşü. Ərəblərin Xürrəmləri məğlub edərək Həmədanı ələ keçirməsi. Düzdürmü? Birinci Həmədan döyüşü xeyr. İkinci Həmədan döyüşündə ərəblər Xürrəmləri məğlub edib. Bu da səhvdir. Abbasilər sülaləsinin hakimiyyətə gəlməsi Azərbaycan əhalisindən cizyə vergisinin alınmağa başlanması. Xeyr, bu da səhvdir. İlk xəlifələr dövrünə alınmağa başlayıb. Urnayrın Albaniyada hakimiyyətə gəlməsi, xristianlığın dövlət dini olması, bax cavab budur burada. Elə belə E variantına da baxaq. Amid döyüşü, Dizirav döyüşündə itirilmiş torpaqlar Albaniyaya geri qaytarılması xeyr. Xeyr, Amid Diziravdan qabaq olub. Ona görə cavabım burada D-dir. Bir daha da şərtə baxırıq. Hadisə və nəticə əlaqələrin doğru verildiyini soruşur. Bəli, cavabımız elə D-dir burada. Aha, indi baxaq 9-cuya. Qədim Atropatena və Albaniya dövlətinin mədəniyyətinə aid oxşar cəhətləri müəyyən edin. Bəzi şəhərlərin ayrı-ayrı hökmdarlar tərəfindən salınması. Bu ola bilər. Bu ola bilər. Amma yenə o birlərə də baxaq. Ölkə ərazisində Yunan mədəniyyətinin yayılması. Bəli, hər ikisində Yunan mədəniyyəti yayılmışdı. Onda 2 olmayanları çıxdıq. 1 var, amma 1-2-dir. Cavab sadəcə indi 3-ə də baxaq. Heroqlif yazı sistemindən istifadə. Heroqlif yazı heç birində olmayıb. O yalnız Mannada olub. Deməli, çıxdaş eləməklə cavabım nə oldu burada? B bəndi oldu. 9-da B. Sonra baxıram 10-cuya. 10-cuya baxıram. Manna hökmdarı Ahşeri ilə Atropaten hökmdarı Artabazd arasında ümumi cəhət. Manna hökmdarı Ahşeri, Atropaten hökmdarı Artabazd. İkisinin də ümumi cəhəti nədir? Müttəfiqi olduqları dövlətlərlə münasibətlərin pozulması. Bəli, Artabazd əvvəl Parfiya ilə müttəfiq idi, sonradan onunla ittifaqı pozur. Ahşeri də əvvəl Assuriya ilə müttəfiq idi, sonra onunla da ittifaqı pozur. Cavab nədir burada? A bəndidir. Cavab A bəndidir. Sonra eradan əvvəl 6-cı əsrə aiddir. Deməli, eradan əvvəl 6-cı əsrə aiddir. Midiya dövlətinin Assuriya əsarətindən tamamilə azad olması. Bu 6-cı əsrə yox, bu 7-ci əsrə aiddir. Manna dövləti ilə Assuriya arasında Sirdaqqa sazişi. Bu da deməli bu 8-ci əsrdir. Urmiya gölü ətrafında İskit dövlətinin yaranması 7-ci əsr. Əhəmən əsarəti altına düşməsi. Bax cavabım budur burada. Çünki 550-ci ildə Azərbaycan əraziləri Əhəmən əsarəti altına düşür. D bəndi. 12. Albaniya dövləti Arşakilər sülaləsinin hakimiyyəti dövründən fərqli olaraq Mehranilər sülaləsinin hakimiyyəti dövründə. Aha, Mehrani dövrünü soruşur. Sasani dövləti ilə müttəfiq olaraq Yadellilərə qarşı mübarizə aparmışdır. Sasanilər dövləti ilə müttəfiq olaraq Yadellilərə qarşı mübarizə aparmışdır. Bu hər ikisində var. Həm Mehranilərdə var, həm də Arşakilərdə. Arşakilər Amid və Dizirav döyüşlərində, Mehranilər isə Kadisiya və Ktesiyon döyüşlərində. Deməli bu fərqli olaraq Mehranilər dövrünü soruşur bizdən. Həmişə burada nəyə fikir veririk? Bax yerli hal şəkilçisi hardadır? Dövründə. Deməli Mehranilərə aid soruşur. Aydındır? Və yaxud da çıxışlı xal şəkilçisi. Arşakilərə aid burada çıxışlı xal şəkilçisi istifadə olunub dövründən fərqli olaraq. Deməli Arşakilərə aid olanı götürmürük.
Mehranlərə aid olan. Bu isə oxşar cəhətdir. Ona görə bu da uyğun gəlmədi. Xəzərlərlə xilafətə qarşı ittifaq yaradıb. Heç biri. Getdi. Ərəblərin hücumlarına qarşı mübarizə aparıb. Bəli, Mehranilər Arşakilərdən fərqli olaraq ərəblərin hücumlarına qarşı mübarizə aparıb. Cavab burada C-dir. Yeni paytaxtı yeni şəhərə köçürən Arşakilərdir. İkinci Vaçi. İnzibati islahata əsasən Sasani dövlətinin şimal qüsusu heç birinə aid deyil. Getdik. 13. Eyler-Venn diaqramına uyğun bəndlər. Biraz belə çəmsiz düşüb, eyib yox. Manna ilə iskitdir. Gəlin bura yazaq. Bir deyəsən orada baxın bir dənə. Bir manna, iki iskit, üç oxşar. Gəlin elə yuxarıda burada bunu yazaq. Deməli, bir manna, iki iskit, üç oxşar. Aha, baxaq. Eradan əvvəl 7-ci əsrin birinci yarısında Assuriya dövlətinə qarşı mübarizə aparılması. Eradan əvvəl 7-ci əsrin birinci yarısında Assuriya dövlətinə qarşı mübarizə aparılması. Bu hansına aiddir? Bu, deməli, hər ikisinin oxşar cəhətidir. Hər ikisinin oxşar cəhətidir. Deməli, cavab burada A, 3A-dır. Dərhal neynirəm? Dərhal baxıram variantlara. Görüm çıxdaş eləmək olurmu? Baxaq. 7, deməli, 3-ün A variantı 2 yerdə var bizdə. Qalanların çıxdım. Qalanların çıxdım. Aha. Çıxdım bunları. Sonra nə deyir? Urartu dövləti tərəfindən ərazisinin bir hissəsinin işğal edilməsi. Urartu dövləti tərəfindən ərazisinin bir hissəsinin işğal edilməsi. Bu hansına aiddir? Bu Manna dövlətinə aiddir. Deməli, B-ni biz 1-ə götürürük. 1-də B-dir. 1-də B-dirsə, o zaman baxıram 1-də B. Cavabım A-dır. Yəni A-nı seçdim. İndi bir dənə A-nı dəqiq yoxlayacağam. Çünki bəlkə ola bilər səhv çıxdaş eləmişəm. 1-də B düşdü. İndi 2-yə A düşüb. Bir dəqiqə. 3-ə A düşüb. Hə, şey yox, burada səhv qoydum bunu bayaqları. Bura qoymuşdum. Sadəcə indi qarışdı. Hə, burada. 3-ə A düşüb. 1-ə B düşüb. İndi baxaq. 2-də CY olmalıdır. Altaydan Krım yarımadasından köç edən türklər tərəfindən əsasın qoyulması. Tamam, bu İskit padşahlığıdır. Düzdür. E, Ərazisində elin mədəniyyəti heç birində yayılmayıb. Görürük ki, D bəndi heç birində yoxdur. Və Y bəndi eradan əvvəl 7-ci əsrin 50-ci illərində Midiya üzərində qələbə qazanılması bu İskitlərə aiddir. Bəli, 2CY olmalıdır. O zaman ona görə də cavabım elə həqiqətən də A-dır. Bax, bu cür işləyirik testləri. Axırda yoxlamaq şərti ilə ki, səhv eləməyək. 14. Azərbaycanda paleolit dövründən fərqli olaraq neolit dövründə. Neolit dövrü. Nə olacaq burada? Yığıcılıqla məşğul olurdu. Bu hər ikisində var əslində. Sadəcə neolit dövründə artıq istehsal insanların əsas məşğuliyyətinə çevrilmişdi. Təbiət qüvvələrinə inam meydana gəlməsi paleolit dövrüdür. İstehlakın formalaşması yenə də paleolit dövrüdür. Ox və kaman bu artıq neolit dövrünə aiddir. Heyvan ovlanmasında ox və kamandan istifadə olunması bu neolit dövrüdür. Bağçılıq və bostancılıq üstün yer tutması bu heç birinə aid deyil. Cavab burada D-dir. Çünki bağçılıq, bostancılıq, üzümçülük, şərabçılıq bilir ki, Orta Tunc dövründə yaranıb. 15. Aşağıda verilən hadisələrin Albaniya dövləti üçün yekun nəticəsini müəyyən edin. Deməli, 457-463-cü illərdə Albaniyada Sasani hakimiyyətinə qarşı azadlıq hərəkatı başlandı. Hərəkat Sasanilər tərəfindən yatırıldı. Bu, ikinci Vaçiyə aiddir. Və burada baxırıq cavablara. Birinci Vaçiyə ola bilməz, çıxdıq. Sasanilər Albaniyanın daxili müstəqiliyinə son qoydu. Bu cavab əslində budur. Burada birinci mərzbanlıq dövrü başlayır. Yəni, o birlər isə səhvdir. Çünki, məsələn, burada Haylandur Hunların əsarəti altına düşmür. Bu ərazilərin itirilməsi Dizrav döyüşünə aiddir. Mehranilər sonrasında hakimiyyətinə son qoyulması, bu, yəni Mehranilər 630-da gəliblər, 705-də son qoyulub. Sasanilər tərəfindən son qoyulmayıb. Ona görə bu səhvdir. Cavab burada nədir? B-dir. Baxıram 16-ya. Xəritədə ulduzla qeyd edilmiş ərazinin Orta Tunc dövrünə aid səciyyəvi cəhəti. Ulduzla göstərilən Naxçıvandır. Naxçıvan. Baxırıq indi. Erkən şəhər mərkəzlərinin meydana gəlməsi. Naxçıvanda erkən şəhər mərkəzləri meydana gəldi. İkinci Kültəpə, Şahtaxtı. Bunlar erkən şəhər mərkəzləri idi. Düzdürmü? Hə. Ona görə də elə cavab elə A-dır burada. A-dır burada. Nə soruşurdu? Demək, Orta Tunc. Bəli, erkən şəhər mərkəzləri meydana gəlib. Sonra 17. Əhəməni ağalığı dövründə Azərbaycanda
Deməli, Azərbaycanın şimalında ilk quldar dövlət yox. Ondan sonra, yəni hətta Makedoniyalı İskəndərin ölümündən sonra yaranıb. E, İranzo bu dövrdə yaşamayıb. Atropatena yox idi. Qavqamela döyüşündə Makedoniyalılar məğlub edilməyib, əksinə qalib gəlib. Amma Kiçik Midiyada Qavamata üsyanı, bəli, bunu götürmək olar. Çünki Kiçik Midiyanın da indi belə deyək də, Cənubi Azərbaycan Manna əraziləri Kiçik Midiya adlanırdı. Ona görə də orada Qavamata üsyanı baş veribsə, deməli bu Əhəməni ağalıq dövründə olduğuna görə cavab elə B-dir burada. Sonra keçdik 18-ə. 643-cü ildə ərəb qoşunlarının Cənubi Azərbaycana daxil olması nəticəsində 643-də ərəb qoşunları Azərbaycana daxil olur və baxaq görək cavablardan hansı daha uyğundur. Ərəblərlə Azərbaycan mərzbanı arasında sülh imzalandı. Bəli, bu düzdür, amma biz yenə o bir variantlara da baxaq. Həmişə bu cür yanaşın testlərə. Tutaq ki, bir cavabı tapdınızsa da, tələsik onu götürməyin. Bəlkə sizin gözünüzdən qaçan nəsə var, fikirli olub gözünüzdən qaçan nəsə ola bilər, o da sizin cavabınızı səhv eləyə bilər. O birilərə də baxaq. Xilafət tərəfindən Azərbaycanın işğalı başa çatdırıldı. Xeyr, xilafət Azərbaycanın işğalını hardasa 705-də başa çatdırır. Belə götürülür. Bu getdi. Bələncər döyüşündə Xəzərlər məğlub edildi. Bələncər döyüşündə Xəzərlər məğlub edilməyib. Qalib gəlib 643-də. Alban hökmdarı Cavanşir hakimiyyətdən uzaqlaşdırıldı. Əksinə təzə gəlmişdi. 642-də gəlmişdi hakimiyyətə. Bu getdi. Araz çayından şimaldakı vilayətlərin idarəsi ərəb canişininə havalə edildi. Bu da səhvdir. Deməli, həqiqətən də cavabımız nədir? A-dır. Yəni bizdən 643-cü ildə ərəblərin Cənubi Azərbaycana daxil olmasının nəticəsini soruşur. Sonra gəldik. Yenə xəritə sualdır. Xəritədə paytaxtı ulduzla işarələnmiş dövlətin 3-4-cü əsrlərdə Cənubi Qafqaza hücumlarına aid doğru bəndləri müəyyən edin. Yəni Romadan danışır burada. Bu Romadır. Romanın 3-cü, 4-cü əsrlərdə Cənubi Qafqaza hücumlarına aid doğru bənd. Biz bilirik ki, Sasanilərlə müharibələr çərçivəsində Albaniyada Sasanilərin, yəni Roma ilə Sasani müharibəsi dövründə Albaniyada Sasanilərin müttəfiqi idi. Yəqin ki, onları soruşacaq. Amid Dizrav döyüşlərini soruşa bilər. Baxaq. Sasani dövləti ilə müharibələrin aparılması. Bəli, bu düzdür. Düz olmayanları dərhal buradan çıxıram. Düzdürmü? 2-yə baxıram. Dizrav döyüşündə qalib gələrək Albaniyanın bəzi vilayətlərini, bəzi bölgələrini işğal edilməsi. Bəli, bu düzdür. Uti Şakaşen, Kolt, Girdiman vilayətlərini işğal eləyir. Deməli cavab nədir burada? A. 1-2. Aydındır. Cənubi Qafqazın tamamilə işğal edilərək əyalətə çevrilməsi bu səhvdir. Yəni işğal edilib əyalət, Roma əyalətinə çevrilmir. Cavab elə A-dır burada. A-dır burada. Sonra baxdıq 20-yə. Xilafətin Azərbaycanda həyata keçirdiyi iqtisadi siyasətə aiddir. Xilafətin Azərbaycanda həyata keçirdiyi iqtisadi siyasət. Ərəb tayfalarının Azərbaycanın strateji ərazilərində yerləşdirilməsi. Ərəb tayfalarının Azərbaycanın strateji ərazilərində yerləşdirilməsi. Bu deməli iqtisadi siyasət deyil əslində. Yəni iqtisadi siyasət sayıla bilməz. Ola da yəni, bütün variantlara baxaq, sonra axırda qərar verək, amma bu deyil yəni. Bütpərəstlərin zorla müsəlmanlaşdırılması, bu da iqtisadi siyasət deyil. Getdi. Rabatlar da yəni bu ikisi hərbi məqsədlərlə olub. Elə ərəb tayfaları da rabatlarda məskunlaşdırılıb da. Hərbi məqsədlər soruşsaydı bunu götürmək olardı. Pul islahatına əsasən dövriyyədən Sasani və Bizans pullarının çıxarılması. Bəli, bax, əslində əsl cavab elə budur. D bəndidir. Əhali və əmlakının siyahıya alınması, bu isə Əməvilər dövründə olub. Ona görə bu da səhvdir. Cavabım burada D-dir. İqtisadi siyasəti soruşurdu. D bəndidir. Sonra 1-ci əsrdə Albaniya dövləti üçün təhlükə törədirdi. 1-ci əsrdə. Bizim İran 1-ci əsrində Alan tayfaları təhlükə törədirdi və Parfiya təhlükə törədirdi. 2-3 cavab burada. Və bilirik ki, Parfiya təhlükəsinə qarşı da Albaniya gedir, Roma ilə, İmperiya ilə əlaqələr qurur. Alban hökmdarı Cavanşirin Xəzər xaqanlığı və Ərəb xilafəti ilə apardığı diplomatik danışıqların ümumi nəticəsi. Alban hökmdarı Cavanşirin Xəzər xaqanlığı və Ərəb xilafəti ilə apardığı diplomatik danışıqların ümumi nəticəsi. Albaniyanın daxili müstəqilliyinə son qoyulması. Bu səhvdir. Əksinə, Cavanşirin hər iki dövlətin vassal asıllığını qəbul etməsi. Bax, elə cavab budur. Vaxt da itirməyək. Keçək o birisinə. Cavab B-dir burada. Sonra eyni əsrdə baş vermişdir. Eyni əsrdə. Yəni
Bir-bir variantlara baxmaq lazımdır və görək eyni əsrdə baş verənlər hansılardır. Məsələn, belə testlərdə qabağından əsrləri yazaq. Cənubi Qafqaz uğrunda Sasani-Bizans müharibələri nə vaxt olub? Sasani-Bizans müharibələri məsələn 6-cı əsrdir. Hətta əslinə qalsa 5-ci əsrdən də başlayır, amma biz gəl 6-cı əsrdən götürək. 6-cı əsr düzdür və 7-ci əsrdə də var. 7-ci əsrdə də var. Düzdür. Alban sərkərdəsi Cavanşirin Sasani şahı tərəfindən mükafatlandırılması var. Bu da 7-ci əsrdir. Deməli, bu əslində elə kiçib eyni əsrdə baş verir. Bax, burada 7-ci əsr var, burada da 7-ci əsr var. Baxaq bu birlərə də. Savalan döyüşündə Xəzərlərin ərəbləri məğlub etməsi. Bu 8-ci əsrdə 731. 8-ci əsr. Albaniyada Arşakilərin hakimiyyətə gəlməsi bu 1-ci əsr götürülür. 1-ci əsr. Deməli, uyğun cavab nədir? 1 ilə 2-dir. Sonra 24 baxaq. Manna və Midiya dövlətlərinə aid oxşar cəhət. Manna və Midiya dövlətlərinə aid oxşar cəhət. Nə deyir burada? Eradan əvvəl 6-cı əsrdə süqut etmələri, bəli, hər ikisi eradan əvvəl 6-cı əsrdə süqut ediblər. Sonra nə soruşur? Əhəmənilərin hücumlarına məruz qalmaları Midiya məruz qalıb, lakin Manna haqqında biz bu sözü deyə bilmərik. Deməli, Assuriya dövlətinə qarşı mübarizə aparılması, bax bu oxşarlıqdır. Deməli, 1 ilə 3 oxşarlıqdır. Feodal münasibətləri yox idi. Əhalisinin atəşpərəst olması bu aid deyil. Bunu da biz buradan çıxırıq. Daha sonra 25. Bir balaca aşağı salım. Deməli, 25-də nə deyir? Deyir ki, eradan əvvəl 22-ci əsrdə, əsrin əvvəllərində Kuti dövlət qurumuna aid olanları müəyyən edin. İki say arasında mövqeyinin zəifləməsi. İki say arasında mövqeyinin zəifləməsi, bəli. Yox, bu aid ola bilməz. Çünki əksinə, onda güclü idi mövqeyi. Və hətta orada Akkad dövlətinə də son qoyurlar. Sonra Akkad dövlətinin süquta uğradılması. Bax, bu ola bilər. Türk mənşəli sülalə tərəfindən idarə olunması. Götürürük bunu da. Yenə də deyirəm, əslinə qalsa, yəni indi belə deyək də, real tarixdə nə Kutilər, nə Akkadlar, nə Lulubilər heç biri türk mənşəli olmayıb. Amma indi bizim bir qaydamız var. Əgər testlərdə qabağımıza Azərbaycanla bağlı istənilən xalq, dövlət çıxarsa, Azərbaycanda yaranmış dövlətlərdə söhbət gedir. Azərbaycanda yaranmış dövlətlər. Gəlib buranı işğal edən dövlətlərdən getmir söhbət. Hamısını türk mənşəli götürürük ki, testdə qabağımıza düz çıxsın. Amma yəni belə baxanda bunların heç biri türk mənşəli olmayıb və mən də o prinsipdən irəli gələrək bunu da türk mənşəli olduğunu götürürəm. Aha, ona görə də 2-3 daha düzgün cavabdır. Sonra getdik 26-ya. 26. 26. Xronji arıcılığı müəyyən edin. Atropatenanın Sasani imperiyasının tərkibinə daxil edilməsi. Bu 227-ci ildir. 227. Xilafət tərəfindən ərəblərin Azərbaycana köçürülməsi. Bu da 8-ci əsrdən götürək. 8-ci əsr. Bir dəqiqə burada. 8-ci əsr götürək. Sonra Dizrav döyüşünə itirdiyi torpaqların geri qaytarılması. 387. Ağqoyun kilsə məclisinin çağırılması. Bu da 488. Deməli, xronoloji ardıcıllıq olarsa, biz necə götürəcəyik? 1-3, 4-2. 1-3-4-2 olmalıdır cavab. 1-3-4-2. Aha, indi 27-ci suala baxaq. Nə deyir burada? Deyir, uyğunluğu müəyyən edin. Deməli, eradan əvvəl 7-ci əsr, eradan əvvəl 6-cı əsr. Baxaq. Deməli, Urartunun Manna ərazilərinə hücumlarına son qoyulması. Bu yerdən əvvəl 714-cü ildə idi. Bu deməli heç birinə aid deyil. Azərbaycan ərazisində türk mənşəli dövlətin əsasının qoyulması. Türk mənşəli dövlətin əsasının qoyulması. Bu deməli aiddir B. 1B. 1B. Çünki bu İskit dövlətini nəzərdə tutur. İskit dövlətinin Midiya tərəfindən işğal edilməsi. İskit dövlətinin Midiya tərəfindən işğal edilməsi. Bu gəldi 590-cı ilə. İkinci Kirin Massaget tayfaları ilə mübarizədə öldürülməsi. İkinci Kir Massaget tayfaları ilə mübarizədə eradan əvvəl 6-cı əsrdə öldürülüb. Düzdür. Lulubi tayfa ittifaqının dövlət qurumuna çevrilməsi. Bu isə 3-cü minillikdir. Bu da heç birinə aid deyil. Deməli 1B, 2C, D. İndi də keçək
deməli, situasiya testlərinə, lakin situasiya testlərinə keçməmişdən qabaq qısa bir elanı sizə xatırlatmaq istəyirəm. 14 apreldən bizdə sınaqların paylaşıldığı WhatsApp qrupu fəaliyyətə başlayacaq və biz bu tip sınaqları daha çox o qrupda paylaşacağıq və orada deməli imtahana qədər siz indiyə qədər keçirilmiş bütün mövzuları nəinki mövzu təkrarlayacaqsınız və onların izahları ilə tanış olacaqsınız. Həmçinin 7-24 suallarınızı da verə bilərsiniz. Üstəlik bundan əlavə kanalda olan bütün video izahlar, həmçinin gizli video izahlar. Bizim kanalda 290-dan artıq video var. Onların əksəriyyəti gizlidir. Bütün o video izahlar da sizə açıq şəkildə olacaq, açıq şəkildə deməli veriləcək və hər dəfə mövzuları oxuduqdan, mövzuları izlədikdən sonra onlara aid quiz testlərini işləyə biləcəksiniz və beləcə imtahana qədər siz tam hazır şəkildə olmuş olacaqsınız, təkrarlaya bilərsiniz. Qiyməti də çox ucuzdur. Buyura bilərsiniz. 14 apreldən başlayır. Qeyd edeyim ki, yerlər də bizdə məhduddur. Çox adam götürmürük o qrupa. İndi isə keçək situasiya tipli testlərə. Deməli, baxaq, Sasani dövlətində 5-ci əsrin sonlarında əhalinin iqtisadi vəziyyəti ağır idi. Belə bir şəraitdə əhali arasında mərkəzi hakimiyyətə qarşı 481-529-cu illəri əhatə edən etiraz hərəkatı başlandı. Bu hərəkat Atropatena ərazisində də geniş yayılmışdı. Hərəkat nümayəndələri xeyrin şər üzərində qələbəsinə inanırdılar. 1-ci Qubadın dövründə hərəkat daha geniş vüsət aldı. Əyanları özünə tabe etmək üçün 1-ci Qubad hərəkat iştirakçılarına arxalanaraq onlara himayədarlıq edirdi. Lakin 1-ci Qubad üsyançıları müdafiə etdiyi üçün taxtdan salındı. İndi deməli burada biz bildik ki, hansı hərəkatdan söhbət gedir? Məzdəkilər hərəkatından söhbət gedir, düzdürmü? Və hə, deməli burada 28-ci sualda nə deyir? Deyir, mənbədə bəhs edilən hərəkatın əvvəllər mövcud olmuş hansı dini cərəyanın təsirinə məruz qaldığını yazın. Bu mani təlimidir. Maniçilikdir. 3-cü əsrdə Sasani imperiyasına yayılmış mani təlimi. Yer gəlmişən ona da 1-ci Şapur son qoymuşdu. Tam son qoymayıb, əlbəttə ki, indi onun ayrı-ayrı nümayəndələri hətta orta əsrlərin sonuna qədər mövcud olublar. Yeni dövrdə də mövcud olublar maniçilər. Daha çox bunlar uzaq şərqə qaçırlar. Orada Çində, Mərkəzi Asiyada öz fəaliyyətlərini davam elətdirirlər. Mənbədə bəhs edilən hərəkatın əsas ideyaları haqqında 2 fikir yazın. Deməli, məzdəkilik hərəkatı sonda xeyrin şər üzərində qələbəsinə inanırdılar. Bunlar ədalətli cəmiyyət yaratmaq istəyirdilər. Düzdür? İnsanlar arasında əmlak bərabərliyi yaratmaq istəyirdilər. Düzdür? Bax belə. Əsas ideyaları bunlardır. Yəni, ədalətli cəmiyyət qurmaq istəyirdilər. İnsanlar arasında əmlak bərabərliyi yaratmaq istəyirdilər. Belə və buna mübarizə yolu ilə nail olmağı düşünürdülər. Bu qeyd elədiklərindən ikisini yazmaq mümkündür. Ədalətli cəmiyyət, əmlak bərabərliyi və s. və ilaxırə. Bunlardan ikisini bura qeyd eləmək mümkündür. Mənbələrdə bəhs edilən hökmdarların hakimiyyətini yenidən bərpa etdikdən sonra hərəkat iştirakçılarına qarşı həyata keçirdiyi 2 tədbir. Deməli, söhbət kimdən gedir? Qubaddan gedir. Qubad əvvəl məzdəkilərin necə deyərlər, dəstəyin almaq üçün məzdəki gətirir, baş maq qoyur, baş ali maq. Amma buna görə də deməli onu iri feodallar devirirlər. Lakin o hakimiyyətə qayıtdıqdan sonra, iri feodallara qalib gəldikdən sonra artıq ona məzdəkilər lazım deyildi. Məzdəkilərə divan tutur və onların hərəkatını yatırır. Aydındır? Məzdəkin özündə edam edirlər. Deməli, bunları qeyd eləmək olar burada. Başqa bir şey qeyd eləmək mümkün deyil. Yəni, hərəkatı yatırması, məzdəkilərə qarşı fikrinin dəyişməsi, aydındır. Bax, bunları qeyd eləmək mümkündür. Belə, hörmətli izləyicilər, ümid edirəm ki, sizə faydalı oldu. Sonda bir daha da xatırlatmaq istəyirəm ki, belə videoların davamı inşallah ki, gələcək. Hər 2-ci və 4-cü günlər biz bu tipdə videolar paylaşacağıq. Bunların daha da davamlı olması üçün kanala abunə olun və bizə dəstək olmağı əsirgəməyin. Sağ olun, növbəti görüşlərə qədər.